Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Sallallahu ve sellem ala nebina Muhammedin və ala alihi və sahbihi əcməin. Deməli, dəyərli müsəlmanlar, ilk öncə salamlayıram hər birinizi. Esselamu aleykum və rahmetullahi və barakatuhu. Biz bilirik ki, dua ibadəti aləmlərin Rəbbi olan Allahın haqqıdır, digər ibadətlər kimi. Və bunu Allah Teala Quran-ı Kərimdə bir çox yerdə bizə bildirib. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm də öz səhih hədislərində bunu ümmətinə çatdırıb. Allah Teala buyurur ki, "Ud'u rabbakum tadarruan və xufiyyə." Rəbbinizə gizlində və acizanə dua eləyin, yalvararaq ona dua eləyin. Başqa ayədə Allah Teala buyurur ki, "Və idə səələkə ibadi anni fe inni qarib. Ucibu da'vətəd da'i idə da'an." Qullarım mənim haqqımda səndən soruşsalar, mən onlara yaxınam, çağırdığı anda cavab verərəm. Başqa ayədə Allah Teala bildirir ki, "Və qâle rabbukum ud'ûni estecib lekum." Rəbbiniz xəbər verdi ki, mənə dua edin, mən də sizə cavab verim. Və Peyğəmbərimiz də sallallahu aleyhi və səlləm hədislərində bildirib. Bir hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, "Və idə səəltə fəsəlilləh." İstəsən, ehtiyaclar bu, Allahdan istə. Başqa hədisdə deyir ki, "Əd-dua huvəl ibadə." Dua özü elə ibadətdir. İbadətdirsə o da Allahın haqqıdır. Allah Teala buyurur ki ayədə: "Və mə xalaqtul cinnə vəl insə illə liyəbudun." Mən cinləri və insanları yalnız mənə ibadət etsinlər deyə yaratdım. Və dua da ibadətdir, bu da Allahın haqqıdır. Və bəzi insanların avamlığından, yəni dini cəhətdən, savadsızlığından istifadə edib, dini cəhətdən bunu qeyd edirik, istifadə edib onlara xurafatları din kimi göstərmək istəyirlər. Yəni batil ibadətləri, şirk olan, küfr olan ibadətləri İslamdan olan, Allahın istədiyi ibadət kimi göstərmək istəyirlər. Məsələn, deyirlər ki, hacətlər qapısı, bəbul və ya bəbəl havaic deyirlər. Yəni, təbii ki, ibarəni də səhv deyirlər. Əslində, ibarə belədir. Bəbul havaic, ehtiyaclar qapısı. Lakin düz xəta, biz bu sözün mənasına baxsaq, mənası nədir? Ehtiyaclar qapısı. Ehtiyaclar qapısı haradır? Aləmlərin Rəbbi olan Allah. Allah deyir ki, "Entumul fuqara'u ilallah vallahu vel-ganiyyul hamid." Hamımız Allaha möhtacsız. Allah heç kimə möhtac deyil, tərifə layiqdir, varlıdır. Fikir versiniz, insanları yönəldirlər çətinlik anında, sıxıntı anında, kədər anında. Kimə? Məsələn, hacətlər qapısı özləri belə deyirlər, Əbəlfəz ağa və ya İmam Hüseyin və ya İmam Həsən və ya İmam Əli. Vallahi bunlar xurafatdır. Belə bir şey yoxdur. Həsən, Hüseyin, Əli, Əbəlfəz, bütün hamısı Allahdan istəyərdi. Hamısı öz ehtiyaclarını Allaha deyərdi. İnsanları belə yönəltmək. Məsələn, biri deyir ki, məsələn, məscid imamı, mollalardan biridir, deyir ki, kimin bir müşkülü olsa, 20 gün gündə 133 dəfə ya Abbas desə, Allah onun sıxıntılarını aradan qaldıracaq və ya sıxıntıları aradan qaldıracaq. Niyə görə sən o adama demirsən ki, birbaşa Allahdan istə? Birbaşa Allaha deyil, birbaşa Allahdan istə. Lazım deyil Əbəlfəz ağa demək və ya İmam Hüseyin demək və ya Abu Bakır demək və ya Muaviyyə demək və ya Həsən demək. Niyə bunlar demirsiniz ki? Çünki Allah deyil, birbaşa mənə çağırın. Cin surəsində baxsaz, Allah Teala deyir ki, "Və ennel mesacidə lillahi fələ təd'u ma'allahi əhəd." Məscidlər Allahındır, Allahdan qeyrisin, orada çağırmayın. Növbəti ayələrə baxsaz, baxın. Bu ayə açıq-aydın dəlildir. Buyurur ki, Allah Teala: "Qul" onlara de ki, "İnnəmə əd'u rabbi və la uşriku bi əhədə." Mən yalnız Rəbbimi çağırıram. Əd'u, çağırıram yalnız onu və heç bir kəsi ona şərik qoşmuram. Ki versiniz, çağırmaqdan gedirsə söhbət duadan, Allahı çağırmalısınız. Peyğəmbər sallallahu aleyhi və səlləmdən çox bilirsiniz. Əbəlfəz ağa deyirsiniz, o olsun, Həsən olsun, Hüseyin olsun, Abbas olsun, hamısı salihlərdir. Allah hamısına razı olsun. Onların özü Muhammed sallallahu aleyhi və səlləmin məktəbindən götürüblər, ondan götürüblər. Onlar da Allahdan istəyirlər. Siz insanları yönəldirsiniz kimə? Onların özünə. Quldan istəsinlər, yoxsa Allahdan? Əlbəttə Allahdan. Başqa bir, məsələn, məscid imamı, mollalardan biri, o deyir ki, kimin bir müşkülü, sıxıntısı olsa, özlədir hansı alimdən eşitmişəm. Alimin sözü də dəlil deyil bizim üçün. Dəlil Quran və sünnədir. Deyir ki, alimdən eşitdim, o dedi ki, kimin bir müşkülü olsa, səhv etmirəmsə, deyir, Əbəlfəz Abbas ağanın özünə yox, anasına, səhv etmirəmsə, indi ad xətası eləmək olar, məsələnin mahiyyəti eynidir. Özünə yox, anasına deyir, 3000 dəfə salavat desən,
o sıxıntı aradan qalxacaq və ya nə istəyirsənsə onu sənə veriləcək. Salavat birinci Muhammed sallallahu aleyhi ve sellemin haqqıdır. Yəni dəhşət, sadəcə dəhşətdir dəyərli müsəlmanlar. Allah deyir ki: "İnna Allaha və mələikətehu yusalluna alan-nabi ya eyyuhellezina amanu sallu alayhi və sallimu təslima." Şübhəsiz ki, Allah və mələkləri öz peyğəmbərinə salavat deyirlər. Ey iman gətirənlər, siz də ona salavat deməklə onu salamlayın, gözəl salavat göndərin ona. Budur ki, onun anasına salavat göndərsin, istədiyin sənə veriləcək. Salavatı səhv yerə göndərirsiniz, duanı səhv yerə eləyirsiniz, insanları səhv yerə yönəldirsiniz. Olmaz. Ehtiyaclar qapısı Allahdır. Əbəlfəz ehtiyaclar qapısı deyil. Əbəlfəz evlad verən deyil. Əbəlfəz ruzu verən deyil. Əbəlfəz sıxıntıları aradan qaldıran deyil. Məsələn, o molla gündə 133 dəfə ya Abbas deyin deyən adam deyir ki, mən deməmişəm ki, yəni Əbəlfəz Abbas ağa sizin bankdan borclarınızı bağlayacaq. Sən elə yönəldirsən ki, onu çağırın, sıxıntı aradan qalxacaq. Məsələn, riba elə insanların sıxıntılarından biridir. Sözün mənası budur. Sözünüzün mənası budur. Allaha yönəldin. Allahdan istəməyə yönəldin. Və bunu da deyəndə imamları təhqir kimi göstərməyin insanlara. Bütün adı çəkilən imamların hamısının yeri başımızın üzərindədir. Amma onlar özləri quldular, məxluqdular. Allahın rəhmətinə ehtiyaclıdırlar. Allah onlara da rəhm etməlidir. Onları bağışlamalıdır. Peyğəmbər sallallahu aleyhi ve sellem hədisdə deyir ki, sizdən biri bizi əməlləri cənnətə salmayacaq. Sual verirlər ki, ya Rasulullah, səni də əməllərin cənnətə salmayacaq. Deyir ki, vələ ənə, hətta mən də, illə ən yətəğəmmədən yallahu minhu bi rəhmətin və fadl. Allah əgər mənimlə özündən bir lütf və rəhmətlə müamilə eləsə, bəli, onunla cənnətə girəcəyik. Peyğəmbər sallallahu aleyhi ve sellem Allahın rəhməti sayəsində cənnətə girəcəksə, rəhmətə möhtacdırsa, bəs onlar necə? Onlar da Allahın rəhmətinə möhtacdırlar. Onlardan niyə istəyirik ki? Allahdan istəməliyik. Onları sevək, hörmət qoyaq, qədir qiymətin bilək, onların yolunu gedək, amma onlara ibadət eləmək olmaz. Dua eləyəndə birbaşa Allah, ya Allah, ya Rahim, ya Rahman, ya Məlik, ya Quddus, ya Səlam, ya Razzaq, ey ruzu verən ruzumu ver, evlad ver, işlərimi asanlaşdır, çətinliyə düşmüşəm, mənə kömək elə, sıxıntıdayam və s. Budur. Olmaz Allahdan qeyrisindən istəmək. Hacətlər qapısı Allahdır. Əbəlfəz ağa deyil.